Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılarımız, dəyərli izləyicilərimiz. Xoş gördük hər birinizi təhsilə dair növbəti buraxılışında. Yenidən sizləri salamlamaq mənim üçün olduqca xoşdur. Düşünürəm ki, hər zaman olduğu kimi bugünkü proqramımızdan da, bugünkü söhbətlərimizdən də böyük zövq alacaqsınız bizim əziz abituriyentlərimiz, əziz gənclərimiz. Yəni, təhsillə maraqlanan hər bir kəs. Və vaxt itirmədən qonağımızı istəyirəm sizə təqdim edeyim daha doğrusu. Bugünkü qonağımız kimdir? Bugünkü qonağımız Ömər Xəyyam Dərshanəsinin direktoru Azər Paşayevdir. Azər müəllim, xoş gəlmişsiniz. Salamlayıram sizi. Çox xoşdur sizi görmək studiyamızda. Necəsiz? Etiraz etmirsinizsə artıq söhbətimizə başlayaq. Buyurun, heç bir problem. O zaman ilk olaraq istərdim, bax Azər bəy, Ömər Xəyyam Dərshanəsi haqqında, bu kurs haqqında tamaşaçılarımıza ətraflı məlumat çatdırasınız. Ümumiyyətlə, əsas fəaliyyət sahələri nədən ibarətdir bu kursun? Bu haqqda danışaq. Buyurun. Aydındır. Deməli, Ömər Xəyyam Dərshanələri abituriyent hazırlığı üzrə ixtisaslaşmış bir kursdur. Deməli, fəaliyyət dairəmizə daxildir yalnız abituriyentlərin hazırlanması. Bizdə 8, 9, 10, 11-ci sinif şagirdləri universitetə hazırlaşa bilərlər. Təbii ki, hər kəs öz seçdiyi ixtisas qrupuna daxil olan 5 fəndən hazırlaşırlar. Filiallarımız Yasamal rayonunda, İnşaatçılar metrosuna yaxın ərazidə, bir də Əhmədli metrosuna yaxın ərazidə, Əhmədli qəsəbəsində yerləşir. Yəni, Ömər Xəyyam Dərshanəsi fəaliyyət göstərdiyi 2 dənə əsas filial vardır. Bəli. Dərslərimiz günorta saat 9-da başlayır, günün ikinci üzr istəyirəm, saat 3-də başlayır, axşam saat 9-a qədər, günün ikinci yarısı, axşam saat 9-a qədər davam eləyir. Təbii ki, bizdə günün birinci hissəsində bəzən görürsünüz ki, soruşurlar, telefon açıb soruşurlar ki, birinci növbə varmı? Bizdə bir növbəlidir, günün ikinci yarısında başlayırıq. Çünki əksəriyyət bizdə abituriyentlər orta məktəb şagirdləri olduğu üçün onlar günün birinci hissəsində dərsə gedirlər və günün ikinci hissəsində bizə gəlirlər. Günorta saat 3-də gəlirlər, axşam saat 9-da çıxırlar. Axşam saat 9-da çıxanda bizim öz nəqliyyat xidmətimiz var ki, o nəqliyyat xidməti biraz gec saatlara təsadüf elədiyi üçün uşaqları aparıb yaşadıkları ünvanlara çatdırırlar. Onu deyim ki, bizdə qiymətlər haqqında da məlumat verim hörmətli tamaşaçılarımıza. Deməli, bizdə 5 fəndən hazırlaşan şagirdlər üçün 2 qiymət nəzərdə tutulmuşdur. 105 manat, bir də 155 manat nəzərdə tutulur. Bu nələrə görə belə fərqlənir Azər müəllim? Onu soruşurlar, mən deyim sizə, oradakı fərq nədən ibarətdir? Bəzən görürsünüz ki, elə bir fikir formalaşdırır ki, bu 105 ilə aldığımız hansı şagirdləri ki, biz 105 ilə götürürük, onlara bir başqa 155 ilə götürdüyümüz şagirdlərə bir başqa münasibət və yaxud dərslərin tədrisində hər hansı bir fərqlər vardır. Bu, kəsinliklə belə deyildir. Bir mənalı şəkildə deyim ki, burada o hansı şagirdlərin ki, biz yoxlayırıq götürəndə qeydiyyatda, bazasına baxılır, bilik səviyyəsini yoxlayırıq. Çox deyil. Orta 5-ci, 6-cı sinif səviyyəsində əgər bilgiləri varsa, riyaziyyatda belə deyil, ən çox da xüsusilə riyaziyyatına diqqət yetirir. Çünki riyaziyyatı bilən şagirdlər demək ki, müəyyən digər fənləri də istər texniki olsun, istər humanitar fənləri öyrənməkdə hesab edirəm ki, onlar aciz deyillərdir. Ona görə də bizi ən çox maraqlandıran məqam nədir? Riyazi bazası yaxşıdırsa, heç olmasa 5-6-cı sinif səviyyəsində onları götürürük 105 manatla. Digərlərini isə 155 ilə götürürük. 155 ona görə götürürsünüz ki, onların bilik səviyyəsi aşağıdır, yəni onlarla daha çox məşğul olacaq. Bəli, onların saat hesabı deyərdim ki, yox, yəni vaxt baxımından düzdür. Bizdə ümumiyyətlə bu normalda nəzərdə tutulmuyub, yəni ümumiyyətlə səsləndirilmir. Amma həmişə normal dərs saatlarından əlavə bizim müəllimlərimiz daim belə deyək də, tempi aşağı olan şagirdlərin, yəni zəif şagirdləri mütəmadi olaraq əlavə dərslərə dəvət edib. Yəni, bunun üçün heç bir əlavə ödəniş ödənmədən çağırıb məşğul olurlar onlarla təbii ki. Amma buradakı əsas o fərq nədən ibarətdir? Bu 105 ilə aldığımız şagirdlərə sadəcə hiss elətdirmək istəyirik ki, yəni onların o bilik səviyyələri az da olsa, yəni bu illər ərzində müəyyən qədər öyrəndikləri o bilik ki var, onları bugün müəyyən qədər, belə deyək də, az da olsa, az bir miqdar da olsa qabağa salır. Onlar da eyni zamanda ailələrinin büdcəsinə müəyyən qədər yardım etməkdə katkıda bulunmuş olurlar. Müəyyən bilik bazası təmin edir onları, belə? Bəli, təbii ki. Çox az. O gün, keçən dəfə biz efirdən bu konuda biraz danışdıq. Mən həmin məsələni səsləndirəndən sonra öz-özümə yolla gedərkən düşünürdüm ki, indi deyəcəklər ki, vardır. Yəni, normalda deyirlər ki, biz yəqin ki, orada elə suallar təqdim olunacaq ki, mühaqqaq
ancaq bu şagirdləri 155 ilə götürəlim. Kəsinliklə belə bir durum yoxdur. Bunu yüzlərlə, bax, günü bugün, belə deyək, bugünə qədər yüzlərlə bizə gələn şagirdlər özləri bizə şahiddirlər. Məsələn, keçən dəfə belə bir şeyin şahidi oldum. Kalabalıq bir şəkildə oturmuşduq, mən uşaqları yoxluyordum. Elə bu mövzuya toxundum. Mən dedim ki, yəqin ki, fikirləşirlər ki, burada belə bir hal var. Bir nəfər xanım 2 evladını gətirmişdi, bir oğlan qız. Dedi, hə, Azər müəllim, dedi, yolla gələrkən oğlum elə o konuda konuşdu, dedi. Dedi ki, ay ana, orada elə bir yəqin ki, müəllim sual verəcək ki, bizi muhakkak 155-ə salsın. Kəsinliklə deyirəm, belə bir durum yoxdur. Suallarımız da çox asandır, yenə deyirəm. Məsəl üçün 3-5 səviyyəsində, yəni belə. Mən dedim ki, bax, gəlin, bundan da aşağı və zəif sual bilən bir insan varsa, gəlsin bu uşaqlara təqdim etsin. Yəni, bilik səviyyəsində güvənən hər bir kəs, hər bir gənc, hər bir abituriyent buyurub müraciət edə bilər və aylıq da 105 manat ödəyəcək. Bəli, kəsinliklə belə deyim ki, orada bəzən qiymətlərin aşağı-yuxarı bizdə biraz uyğundur, bilirsiniz. Bəzən görürsünüz ki, belə bir fikirlər də səslənir, gəlib qulağıma çatır, yəni biz də oradan-buradan duyuruz ki, aşağı qiymətlərdir, orada təhsilin səviyyəsi, inandırım sizi, təhsilin səviyyəsi ilə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq bugün reallığı hamımız bilirik ki, bazı insanlarımız, elə uşaqlar var ki, çox istedadlıdırlar gerçəkdən və valideyn müəyyən mənada maddi, sosial, maddiyyat baxımından biraz gücü çatmır, amma onlara da belə ailələrimiz də var. Şərait yaratmamız bizim borcumuzdur. Yəni, belə deyək. Bəli, tamamilə haqlısınız Azər müəllim. Bax, istərdim deyəsiniz, orada çalışan müəllimlər kimdir? Müəllimləri necə seçirsiniz? Hansı üsullarla seçirsiniz? Hansı kriteriyalara əsasən müəllimlər ümumiyyətlə Ömər Xəyyam dərshanəsində çalışa bilərlər, təhsil verə bilərlər bizim gənclərimizə? Buyurun. Bu da çox sorulan sorulardan biridir. Amma maalesef ki, o sorunun qoyuluşu biraz ünvanlanması, mən həmişə deyirəm, valideynlər görürsünüz, telefon açırlar, soruşurlar, müəyyən bir şərtlərlə maraqlanandan sonra ən önəmli məqamlar tabii ki, müəllimlərin, orada dərs tədris edən müəllimlərin əslində doğrudur, yəni maraqlanmaları lazımdır. Normal bir haldır. Amma suallar bu şəkildə ünvanlanır. Sizdəki müəllimlər gənc kadrlardırmı, yaşlıdırlarmı? Düşünürlər ki, əgər gənc kadrdırlarsa, bir o qədər təcrübələri yoxdur. Amma əslində o qədər bizim gənclərimiz var ki, həqiqətən də çox təcrübəli, çox savadlıdırlar. Bəli. Sonra ikinci soru nədir? Harada işləyir? Universitet müəllimləridirmi? Orta məktəb müəllimləridirmi? Mən buradan demək istəyirəm ki, birinci növbədə kəsinliklə yaş həddinə görə gəncdir, orta yaşlıdır, biraz yaşlı nəslin nümayəndələridir. Bu heç də tərəddüd eləməsinlər. Bəs əsaslandırmaq lazımdır Azər müəllim. Nəyə görə tərəddüd eləməsinlər? Nəyə görə tərəddüd etməsinlər? Çünki sanırım onlar da aşağı-yuxarı evladları bir məktəbdə oxuyur. Hər halda hər kəs bir praktikada rastlaşmışdır. Yenə deyirəm ki, o yaşla əlaqəli bir şey deyil. İndi mən bir məqama da toxunacağım. Biz keçən həftənin bazar günü, deyəlim, mayın 17-si idi, yanlış etmiyorumsa, müəllimlər üçün sınaq imtahanı keçirdik. Çox üzgünüm bu konuda. Biz təxminən bizdə 70-80 nəfər, yəni bütün fənlər qarışıq deyirəm, iştirak elədilər və onların içindən biz bir 3-4 nəfəri seçə bildik, belə deyəlim. 3-4 nəfər. Bəli, 3-4 nəfər bu çox pis göstəricidir. Bəli, bu sayı biraz narahat edir. Bəli, narahat edici bir durumdur. Ondan sonra deyərdim ki, bu müəllimlərin əsas diqqət yetirdiyimiz məqamlar nədir? Yəni, məsəl üçün, bir Ömər Xəyyam dərshanəsində dərs demək üçün aldığımız müəllimlər hansı özəlliklərə sahib olmalıdır? Tabii ki, birincisi, bizdə iştirak edən müəllimlərin ən yüksək göstərici göstərənlərlə biz irtibata keçiririk. Onları dəvət edirik. Amma o demək deyil ki, tutalım biz təqdim eləmişik 30 sual və həmin müəllim 30 sualın 30-unu da yazıbsa, bu artıq Ömər Xəyyam dərshanəsində dərs deyəcəkdir. Xeyr, belə bir durum yoxdur. Doğrudur, bizim çox savadlı insanlarımız vardır. Amma onlar, belə deyək, dərs demək qabiliyyəti biraz fərqlidir digərlərindən. Məsəl üçün, bunu hər kəs bilir. Ola bilir, savadı məsəl üçün ona nisbətən çox zəif olanlar ola bilir, amma o özündə olan az da olsa, bəli, bilgini çox gözəl bir şəkildə informasiyanı ötürə bilir. Əslində, düşünmürsünüzmü ki, bu da təcrübədən irəli gəlir? Metodikanın mənimsənilməsi, yəni hər bir gənc bunu bacarmaz, mən düşünürəm. Hər bir gənc kadr, hər bir gənc mütəxəssis bunu bacarmaz. Belə bir atalar sözü var, dil 7-sində nədir, 70-də də eynidir. Yəni, sanırım ki, təbii ki, təcrübə lazımdır, amma burada bir məqam da ortalığa çıxır. Şimdi biz gənc kadrları işə almaya bilmərik.
tutalım gənc kadrdır, gəlmiş adam universiteti bitirmiş, gəlmiş sənədlərini təqdim edib, imtahana girmiş, imtahanı kazanmışdır, deyəlim %100 sualları cavablamışdır. Şimdi gəlmiş biz onlar üçün əlavə bir şərait yaradırıq, daha da seçim mərhələsi orada bitmir. Onlar yaxşı göstərici, göstərən müəllimləri dəvət edirik, biz onlar üçün şərait yaradırıq ki, hərəsi deyəlim 1 saat fərqli güclü qruplara tabii ki, yəni o uşaqların belə deyək də cəmləşdiyi, güclü uşaqların cəmləşdiyi qruplara salırıq onları, dərs deyirlər. Yəni uşaqlar da bir onların dərs demə tərzləri ilə tanış olurlar və sonra müəllimlərdən sonra dərs qutardıqdan sonra biz uşaqlardan fikir alırıq. Yəni məsəl üçün hansı müəllimi bəyənirsiniz? İlkin təcrübə deyək onda buna. Bəli, ilkin təcrübə deyək. Məsəl üçün mən özüm də dərs deyirəm orada. Eyni zamanda təbii ki, yeni gələn uşaqlar məni tanımırlar. Bizzat indi qeydiyyata gəlincə məni görən görür, görməyən görmür. Amma bir müəllim kimi mənim auditoriyada hansı özəlliklərə sahib olduğumu kimsə biləməz. Onun üçün dərslər başlayınca bizdə deyəlim 10 dənə riyaziyyat müəllimi varsa, bir şərait yaradır ki, hər kəs birar-birar az da olsa, bir 10 dəqiqəlik də olsa onlara müəyyən qədər bir dərs tədris edir ki, və sonra ola bilir ki, şagirdlər desin ki, yox, biz Azər müəllimi istəmiyoruz, biz digər bir müəllimi istəyirik. Yəni, bax, bu kimi seçim imkanları tanıyoruz. Əgər 30 sualın deyəlim bizdə keçirdiyimiz imtahanlardan hamısını müəllim cavablamışsa, amma maalesef uşaqlardan aldığımız belə deyək də nəticələr, onların fikirləri, şagirdlərin fikirlərindən bizimki təəssüratları belə deyək də qənaətbəxş deyilsə, maalesef onlarla əməkdaşlıq etmiyoruz. Aydındır, çox ətraflı cavab verdi sualıma Azər müəllim. Və Azər müəllim, 11-ci sinifdə oxuyan şagirdlər var bugünkü günümüzdə. Tutalım, onların bilik səviyyəsi çox aşağıdır və müraciət edirlər sizə. İstəyirlər ki, məhz Ömər Xəyyam dərshanəsində hazırlaşsınlar ali məktəblərə. Qəbul edirsinizmi belə tələbələri? Yəni, bunlarla sıfırdan mı başlayırsınız, yoxsa necə? Onu qeyd edelim ki, birinci biz savad dərəcəsindən, yəni bilik səviyyəsindən asılı olmayaraq bütün uşaqlar ilk dərs başladığı gündən etibarən sıfırdan başlayarlar, bütün fənlərdən. Qaldı ki, 11-ci sinifdə bugün gətirirlər, bazen görürsünüz uşaqlar, bazen yox, yəni əksəriyyət təşkil edir. Dediyim kimi, keçən çıxışlarımda da mən dedim, 90-95%-in üzərinə qalxmış durumdadır belə. Çox üzgünüm bu məsələlərə mən toxunanda biraz fazla bəli. Durum nədir? Bəri başdan indi bizə hal-hazırda o şəkildə gələn 11-ci siniflər vardır, valideynlər vardır. Mənimlə bizzat kəndilər görüşmüşlər, uşaqların durumuna baxmışıq və mən fikirlərimi orada da söyləmişim. Şimdi onlar bunu bizzat təsdiq də eləyə bilərlər ki, biz onlarla 11-ci siniflərlə xüsusi olaraq bir şərtimiz vardır. Şimdi bu uşağı biz alıyoruz, bu toplamasını, çıxmasını bilmir bu uşaq. İndi 10-cu sinifdə, 11-ci sinifdə bu 10 aydan sonra bu imtahan verməsi lazım. Gəlin baxaq, mən deyirəm ki, mən deyiləm, mənim yerimə sizsiniz, siz bunu yetişdirə bilirsiniz. Bu imkansız bir şeydir. Nadir olur ki, elə uşaqlar ki, onlar çox, belə deyək də, fantastik bir şəkildə performans göstərər, deyəlim, çox çalışqanlıq nümayiş elətdirər, deyəlim, o 11 ildə buraxdığı səhvləri ortadan qaldıra bilir. Amma bu, nə bilim, 100 mində bir olur, ya olmazdır. Yəni, bir nadir rastlanan bir şeydir. Şərtimiz nədən ibarətdir? Gələcəkdir, 1-ci, 2-ci ayda baxacağız onun aşağı-yuxarı durumuna. Çünki mən sizə bir şey deyim, 1 ay, 2 ay dərs dediyimiz tələbələrin 10 aydan sonra, 11 aydan sonra hansı nəticəni göstərəcəyini, deyəlim 30, 40, 50 bal aşağı-yuxarı deyə biliriz. Yəni, biz tutalım, deyirik ki, 11-ci sinifdə gəlib 1-2 aydan sonra deyirik ki, valideynini çağırıb, bax, bu uşaq bu şəkildə, bu templə gedərsə, deyəlim 600 balını yığa bilir və yaxud da 300-ü yığar və yaxud da bu 150 bal ya toplayar, ya da toplamaz. Şimdi bir şəkildə ödənişli əsaslarla deyəlim universitetə girə bilir. Valideynlə bununla razılaşırsa uşağı saxlaya biliriz. Çünki şərtimizi bərbaşdan kəsmişik. Yəni sabahları kimsə deyəməz. Yəni 10 ay gəldir deyəlim, bizim vaxtımızı aldılar. Biz əziyyətlə pul qazanırıq deyəlim, ödəniş elədik. Ortada bizim həm maddi cəhətdən, həm mənəvi cəhətdən zərər verdilər. Yəni bunu kimsə deməməsi üçün, yəni bax biz bəri başdan bu şərtlərimizi kəsəriz. Azər müəllim, bax dediniz ki, həddindən artıq, yəni bilik səviyyəsi aşağı olan uşaqlar gəlirlər, müraciət edirlər, tutalım siz onları alırsınız kursunuza və onlarla tədrisə başlayırsınız. Dediniz ki, hər halda onlar 100% nəticə göstərməyəcəklər. Bu danılmaz bir faktdır. Yəni əgər onlar oxumağa meyilli olsaydılar, təhsilə maraqları olsaydı, elə orta məktəb bazası onların çox güclü olmuş olardı ta əvvəldən. Amma bir məqam da var ki, həmin tələbələr əgər gəlib müraciət edirlərsə, hər halda bunu istəyirlər. Hər halda ali təhsili arzu edirlər. Və mən düşünürəm ki, ola bilməzmi ki, yəni o proqramın müəyyən bir hissəsini mənimsəsinlər?
Hər halda onlar müəyyən hissəsini mənimsəyəcəklər proqramın. Və bir neçə sualın cavabı testlərə düşür. Bir neçə proqramda olan fənlərin, başlıqların cavabı düşür testlərə. Onları yəqin ki, əldə edə biləcəklər. Məlum məsələdir. İndi burada belə deyək, bu 11-ci siniflərin yaxşı nəticə göstərməsi üçün bu adamlar tamamilə proqramı mənimsələmələri lazım. Bu proqramda mənimsəmək üçün onların gərək bazalar olsun. Baza olmayınca, məsələn, belə bir durumlar var. Tutalım ki, uşaq 3-cü qrupa gedir, matematiki çox aşağıdır, yəni riyaziyyatı sevmir. Bu uşaq, amma baxarsan Azərbaycan dilini, ədəbiyyatını, deyəlim, tarixini yaxşı, mükəmməl bilir. Bilir, bəli. Bəli. Orada hardasa müəyyən, o durumdan müəyyən qədər barışmaq mümkündür. Tutalım, riyaziyyatı ona artıq məlum məsələdir ki, öyrətmək tam mükəmməl bir şəkildə mümkün olmayacaqdır. Ona da müəyyən qədər əsas belə deyək ki, o 0 həddini keçmək üçün müəyyən bir şəkildə proqramı ümumi şəkildə öyrətilə bilir ki, o heç olmasa minimum 5 dənə, 6 dənə sualı cavablandıra bilsin ki, 0-a düşməsin ki, digər o birisi fənlərin də oradan yığdığı, ora çəkdiyi əziyyət də hədər getməsin. Yəni, bu şəkildə mümkündür. Amma genəldə, belə deyəlim, onlar ya çox çalışqanlıq nümayiş etdirmələri lazım ki, yüksək nəticə göstərsinlər, ya da ki, mövcud durumdan barışmaları lazımdır. Aydındır. Azər müəllim, bax, nəqliyyat xidməti də göstərirsiniz. Biraz kənar bölgələrdən olanları da nəqliyyatla aparırsınız, yoxsa necə, onlara imkan çatmır? Vaxt çatmır. Açığı, biz keçən verilişdə də bu konuya toxunduq. Durum orada belə idi. Bizə kənar bölgələrdən, məsələn, deyəlim, Yasamal filialımıza Lökbatan qəsəbəsindən, Müşfiq qəsəbəsindən, Saray qəsəbəsindən müraciət edənlərimiz vardır. Biz onlarla daha öncə belə bir şərt kəsdik ki, yəni şəhərin dışına biraz bir uşaq üçün, 2 uşaq üçün biz nəqliyyat vasitəsini göndərmək bizim üçün maddi tərəfdən bir sıxıntı yaradır. Ona görə biz sizin uşaqlarınızı hansısa bir məsafəyə qədər gətirib orada sizə təhvil verə biliriz. Amma şu an üçün bizim reklamlarımız gedir Xəzər televiziyasında. Digər proqramlarda reklamlarımız var və müraciətlərin sayı kifayət qədər çoxdur və sanırım ki, bugündən etibarən artıq o problemi də ortadan qaldırmış oluruz. Olacaq daha doğrusu. Müşfiq qəsəbəsidir, Saray qəsəbəsidir, deyəlim, Əhmədli filialına müraciət edə bilərlər, Buzovnadır, Mərdəkandır. Yəni, onların hamısını tam, belə deyək, ünvana qədər çatdırmaq üçün biz artıq ayrıca nəqliyyat vasitələri ayırmışıq. Aydın, təşəkkür edirəm, cavab verdiniz sualıma. Bax, Azər müəllim, biz deyirik ki, uşaqların əksəriyyətinin bilik səviyyəsi aşağıdır. Bəli. Biz bunu hər dəfə qeyd edirik, hər proqramımızda demək olar ki, vurğuluyuruq. Bunun üçün valideynlərin üzərinə düşən vəzifələr hansıdır ki, bunların qarşısını alsın elə ta əvvəldən, kiçik yaşlardan, kiçik siniflərdən? Artıq belə deyək, yuxarı sinifdə hal-hazırdakı duruma görə bugün yuxarı sinif şagirdləri üçün belə deyək də artıq qatarları getmişdir. Yəni, indi onlar müəyyən çalışqanlıq nümayiş etdirsələr, tabii ki, bir şeylərə nail olacaqlar. Amma bir şey də bilmək lazımdır ki, insan çalışırsa hər şeyi yapar. İndi çoxsu deyir ki, deyəlim, uşağımızı qoymuşduq repetitor yanına, belə dedilər ki, çalışsa yaxşı olar. Yəni, bu ümumi şablon xarakterli bir sözdür. Çalışsa hər kəs hər şeyə nail olur. Kimsənin əskik bir tarafı yox. Çalışdırmaq lazımdır. Çalışdırmaq məsələsidir. Şimdi, əsas üzərlərinə düşən sizin sualınızı mən daha dolğun cavablayayım. Məsələ nədir? Buradan 5-ci, 6-cı sinifdə oxuyan uşaqlarının birinci matematiklərinə diqqət yetirəcəklər. Riyaziyyat fənninə, bəli. Riyaziyyat fənninə diqqət yetirəcəklər. Xüsusilə də, belə deyək, oradan-buradan aldıqları informasiya əsasında, yəni rahat olub, oturub 11-ci sinifə qədər gözləməyəcəklər. Məsələn, belə deyəlim, məktəbdədir, uşaq 6-cı sinifdə oxuyur, 7-ci sinifdə oxuyur, deyəlim, məktəbdəki sinif riyaziyyat müəllimi deyir ki, deyəlim, yaxşıdır. Bir problemi yoxdur, bunun əlavə hazırlığa ehtiyacı yoxdur. Tamam, nə gözəldir, amma yenə də fark etməz, aparsınlar başqa bir yerdə, mühaqqaq göstərsinlər. Testlə deyil, yəni tutalım, harasa sınaq imtahanına gedirdi, bilmələri gərəkir ki, sınaq imtahanlarına girməkdən uşaqların bilik səviyyəsini yoxlamaq mümkün deyildir. Çünki girirlər sınaq imtahanına, indi bilmirəm, harada keçirir. Orada müəyyən qədər, belə deyək də, bir-birindən köçürmə halları mümkündür və yaxud da təsadüfi hallar mümkündür ki, deyəlim, hansısa bir cavabı qaralasın, belə deyək, müəyyən bir yüksək göstəricə əldə eləyə bilsin. Ona görə də çalışmaq lazımdır ki, konkret olaraq kimisə yanına aparsınlar, ayrı-ayrı müəllimlərdən, ayrı-ayrı fənlərdən uşaqlarını yoxlatsınlar. Yəni, bu şəkildə doğru düzgün nəticə. Yoxsa, vaxt deyirəm ki, yenə də gətirmişdilər bizdə o qiymətlər ki var, 105-155. 2 uşağını gətirmişdi. Dedik, bir mənalı şəkildə mən hal-hazırda 105 manatdan müqabilən bağlı gedəcəm. Mən də dedim ki, çox gözəl sevinirim. Yəni, belə uşaqlar gəlincə gerçəkdən ürək açan olur durum. Baxdıq, gördük ki, uşaq dediyim kimi yoxdur, yəni ümumiyyətlə.
xəbəri yoxdur bunu. Dedi ki, ola bilməz. Mən yazdım, kağızları göstərdim, apar dedim, təqdim et. Yəni, biri dedi orta məktəb müəlliməsidir, digəri də repetitordur. Yəni, hər ikisi tərifləyirlər. Sizə elə gəlmirmi ki, Azər müəllim, bəs sizin onlara verdiyiniz çalışmalar həddindən artıq ağır ola bilər, çətin ola bilər? Yox, kəsinliklə. Biraz öncə də bu mövzuya toxunduq. Sadəcə olaraq mən elə onların özünə də göstərdim ki, baxın, aparın, göstərin ki, bir müəllim olaraq, bəli, çox primitiv, bir müəllim olaraq mən yenə deyirəm, o müəllimləri mən tanımıram və onların bilik və savadlarına da heç bir şübhəm falan yoxdur. Yəni, bir insan tanımadığı birisi haqqında aşağı-yuxarı danışa bilməz. Amma heç olmasa, həmin müəllimlər bu uşaqları tərifləməsinlər bari. Yəni, bir də insanın dili, tabii ki, insanın dili nasıl çönər də, yəni, 3-dən 5-ni çıxa bilməyən haqqında yaxşıdır, yaxşı olur deyə bilir. Bax, valideynlərimizi rahat edən, belə deyək də, başının altına yastıq qoyan, belə deyək, loru dildə, bax, bu şəxslərdir ki, sanırım bu uyğun olmayan bir şeylərdir və lütfən vaxtında bu insanların evlatları haqqında doğru düzgün bilgiyi çatdırsınlar ki, onlar da başlarının çarəsinə baxsınlar. Çünki durum gerçəkdən çox qorxuludur. Aydındır, təşəkkür edirəm sizə ətraflı cavab verdiyiniz üçün. Mən rejissorumuzdan soruşmaq istəyirəm, bizim neçə dəqiqə vaxtımız var? Hələ vaxtımız var, mən bir-iki sualım da var, onları sizə istəyirəm verim. Bax, Azər müəllim, dərslər necə keçirilir? Yəni, fərdi şəkildə mi keçirilir, qrup şəklində mi keçirilir və bunların hansı daha yaxşıdır, hansı daha keyfiyyətlidir? İstərdim biraz bu haqda danışaq və fərqləri izah edəsiniz, zəhmət olmasa. Tamam, bizə gəlinci Ömər Xəyyam dərshanəsində dərslər qrup şəklində keçirilir. Bir qrupda 8-10 nəfər, qruplar 8-10 nəfərdən təşkil olunur. Təbii ki, bu birinci, ikinci aydan sonra o qruplarda uşaq sayısı azalır. Bazılarını biz çıxartırız, bazıları kendiləri çıxar gedərlər. Çünki oxuya bilməyən uşaqları zaten biz saxlamıyoruz. Onun üçün qrupda uşaq sayısı azalma ehtimalı daha çoxdur. Qaldı ki, fərdi hazırlığa, yenə deyirəm, fərdi hazırlıq deyəndə siz hər halda ayrı-ayrı repetitorlar yanına gedən şagirdləri nəzərdə tutdunuz. Bəli, bəli. Ola bilir, yaxşı nəticə göstərənlər də olur, amma burada ən önəmli faktorlardan biri ondan ibarətdir ki, uşaqlar kursa gəlincə 5 fənnin 5-ni də bir yerdə keçirlər, yəni yollarda qalmırlar, o tərəf bu tarafa getmirlər. İstər-istəməz bu bu kimi üstünlüyü var. Bu kimi üstünlüyü var. Digər tərəfdən, məsəl üçün, repetitorluq fəaliyyəti ilə məşğul olan müəllimin, belə deyək də, müdürü özüdür, yəni kimsə onu sorğulayamaz. Amma bizdə durum biraz farklıdır. Tutalım, hər hansı bir fənn üzrə bir sıxıntı yaranırsa, mən muhakkak onun, belə deyək, bir kursun rəhbəri olaraq hesabını sorurum. Yəni, birbaşa olaraq sizdə siz məsuliyyət daşıyırsınız, amma repetitorlarda birbaşa olaraq özləri məsuliyyət daşıyırlar. İndi bir də onu qeyd edeyim ki, qiymətlərə yenidən toxunmaq istəyirəm. Bizdə təhsil alan şagirdlər üçün çox gözəl bir şəraitlər yaratmışıq. Onlar 155 ilə götürdüyümüz şagirdlər var. Tabii ki, onlar da o demək deyil ki, bugün 8-də 9-da oxuyur, onların vəziyyətləri artıq düzəlməyəcəkdir. Yox, duruma görə düzələ bilir. Onlara şərait yaradırıq ki, 155-dən yaxşı, belə deyək, nəticələr göstərərək 105 manata endirə bilirlər. Eyni zamanda aylıq keçirdiyimiz sınaq imtahanlarına, nəticələrinə uyğun üstünə bir də təqaüd alırlar. 20-30 manat biraz da daha aşağı endirmiş olurlar. Aydındır, minnətdaram sizə. Çox sağ olun ki, bütün suallarıma ətraflı cavab verdiniz. Minnətdaram sizə. Hörmətli tamaşaçılarımız, bugünlük bu qədər. Növbəti proqramımızda görüşmək ümidi ilə çalışın ki, salamat qalasınız. Sağ olun.